bizim bir dostumuz, mənim bir dostum da müəllim yoldaşım, ilahiyyatçı, həm də araşdırmacı, yazar Tural İrfan da buradadır. Sözü ona da vermək istəyirəm. Buyurun Tural müəllim. Bismillahirrahmanirrahim. Mən də öz növbəmdə dəyərli millət vəkillərimizi, hörmətli Ceyhun müəllimi, hörmətli Razi müəllimi, hörmətli Aqil müəllimi salamlayıram. Vəli müəllim, sizi salamlayıram, təşəkkür edirəm. Və hörmətli məscid əhlini salamlayıram. Dəyərli şəhid ailələrini, bizi eşidənləri, bizi dinləyənləri, hər birini Allahın salamıyla salamlayıram. Allahın rəhməti və bərəkəti üzərinizə olsun deyirəm. Dəyərli alimlərimiz, dəyərli millət vəkillərimiz gözəl, hikmətli, dəyərli kəlamlar dedilər. Mən o deyilənlərin hamısından şərik olmaqla və həqiqətən də bu əlamətdar bir ərəfədə, əlamətdar bir gündə sizinlə bax bu görüşdə iştirak etdiyimə görə də özümü xoşbəxt hesab edirəm. Çünki həyatda bilirsiniz ki, İslam əqidəmizə görə təsadüf yoxdur, hər şey təvafüqdür, uyğunluqdur və məsələ ondan ibarətdir ki, bax bu qələbəmizin bu ərəfiyə təvafüq etməsi, bizim bu Allah evində əyləşib dəyərli alimlərimizlə, dəyərli millət vəkillərimizlə, sizlərlə, şəhid ailələrindən bu görüşü keçirməyimiz, bu təntənəni Allah evində qeyd etməyimiz özü də bir Allahın nemətidir. Bayaq dəyərli qardaşımız Quran qiraət edərkən o çox dəyərli, şübhəsiz ki, Quranın bütün ayələri dəyərli, qiymətlidir. Ancaq bu hadisələrə birbaşa əlaqəli olduğu üçün deyirəm. Əstəğfirullah, orada ilk kəlmədə deyilirdi ki, üzr istəyirəm mən bizim alimlərimizdən, həm də yəqin ki, bilirsiniz, bizim dəyərli millət vəkilimiz Ceyhun müəllim həm də ilahiyyatçı alimdir və Aqil müəllim də ilahiyyat institutunun rektoru kimi ilahiyyatçı alimlərdir. Mən onlardan üzr istəyirəm. Fəzkuruni əzkurukum, Allah Teala buyurur ki, məni yada salın, məni zikr edin, mən də sizi yada salım, zikr edin və Razi müəllim gözəl bir məsələyə toxundu ki, bəzən insanlar naşükürlük edir, deyir ki, bu şey niyə bu baş vermir axı, nəysə indi səbirsizlənirlər, nəysə gözləyirlər, narahat olurlar və şübhəsiz ki, hər şeyin öz məqamını, vaxtını bilən də Allahdır. Ona görə Allah Teala məhz həmin o qardaşımız qiraət, tilavət etdiyi ayənin əvvəlində qeyd edir ki, Fəzkuruni əzkurukum, siz məni yada salın, mən də sizi yada salım. Həqiqətən, bax bu Allah evlərində o mənəvi ab-hava, bizim o vətən eşqimiz, o din məhəbbətimiz, bugün o ali, şanlı qələbəmizin ali təntənəsini bax birlikdə qeyd etməyi bizə nəsib etdi. Mən həmişə deyirəm ki, hər dəfə şükür səcdəsi edəndə bir dənə də Qarabağ səcdəsi etmək lazımdır ki, o Qarabağ torpaqlarını Allahın bizə necə deyərlər, o şəraiti, o yaratdığına görə Allaha bir əlavə bir şükür etməliyik. Çünki bilirsiniz, tarix boyu çox dövlətlər müharibə aparıb, çox savaşlar olub, ancaq qələbə ola bilib ki, nəsib olmayıb. Hətta 7-8 il müharibə aparanlar olub, 50 il, 60 il müharibə aparanlar olub, ancaq onlara qələbə nəsib olmayıb, nisbi bitib hər şey. Ancaq bizə bu 44 gün ərəfəsində bu qələbəni bəxş edən Allaha biz nə qədər şükür etsək də yenə azdır və həmçinin dövlətimizə və dövlətimizin rəhbərliyinə hörmətli millət vəkillərimiz qeyd etdiyi kimi, çünki Həzrət Peyğəmbər sallallahu aleyhi və səlləmin hədislərinin birində buyurulur ki, o çox istiğfar edirdi və ondan sual etdilər ki, məgər sən Allahın Peyğəmbəri deyilsənmi? Fəth surəsinin 2-ci ayəsində buyurulur ki, Allah sənin keçmiş və gələcək günahlarını, xətaların, nöqsanlarını olsa da belə bağışladı. Sən nəyin istiğfarını edirsən, şükürünü edirsən, deyir, mən bəs məni bu qədər yaradan, xəlq edən, bu neymətləri verən Allaha bir şükür etməyim mi? Ona görə mən düşünürəm ki, bizə bu qələbəni bəxş etdiyinə görə əlavə Allaha bir şükür etməliyik. Şübhəsiz ki, edirik, amma bunu daha da artırmalıyıq və o tilavət olunan Quran-ı Kərimin hissəsinin ikinci hissəsində İnnəllaha məəs-sabirin, Allah səbr edənlərlə deyə buyurulurdu. Məhz o 30 il ki, biz səbr etdik və sonunda nə buyururdu? Və bəşşiris sabirin. Səbr edənlərə müjdə ver, səbr edənləri müjdələ. Məhz o 30 illik səbrin sonundakı o müjdə o 44 gündə tamamlandı və bugün Xankəndinə bayraq sancılıb. İnşallah Allahın qisməti ilə sabah orada
qələbə paradımızı keçirəcəyik və bu Allahın, mən deyərdim ki, 8-ci möcüzəsidir ki, bu bizə bəxş olunub. Biz nemətin içində olduğumuz üçün bəlkə onu o qədər də dərk edə bilmirik. Kənardan baxanda daha çox dərk olunur. Üzr istəyirəm, mən çox danışdığıma görə. Şanlı qələbəmiz mübarək olsun. Allah şəhidlərimizə qəni-qəni rəhmət etsin. Onlar inşallah ki, rəhmətlikdirlər, inşallah ki, cənnətlikdirlər. Ancaq dua edək ki, cənnətdəki məqamları daha da ali olsun. Allah şəhidlərimizin məqamını uca eləsin. Allah Peyğəmbər əhl-i beytinlə, sahabələrlə, vətən şəhidlərimizlə, İmam Hüseyin şəhidlərindən məşhur eləsin. Allah dövlətimizi, xalqımızı, millətimizi qaim qədim eləsin. Allah xalqımızı qorusun, Allah sizləri qorusun, vəhdətimizi, birliyimizi qorusun.